Salam aleyküm dostlar. Bugün sizlere Real GTA 4 telefonu necə yükləyə bilərsiniz, necə quraşdıra bilərsiniz onu göstərəcəm. Bu videonu diqqətlə sona qədər izləyin ki, çünki o emulyatorda çox incə detallar var, driverlər seçməlisiniz, ekran ölçüləri falan var. Yəni ona görə videonu diqqətlə sona qədər ötürmədən izləyin ki, sonra oyun açılmadı kimi problemlərlə qarşılaşmayasınız. Videoda keçməzdən əvvəl videonu bəyənməyi, dostlarınızla paylaşmağı və daha çox oyun üçün kanalıma abunə olmağı unutmayın. Və mən sizə ilk öncə deyim, oyunu necə yükləyə bilərsiniz. Bu videonun rəy bölməsinə, kommentlər bölməsinə, yəni yorumlar qisminə videonun oyunun yükləmə linkini sabitləmişəm. Girib oradan oyunu yükləyəcəksiniz. Oradan həm emulyator yükləyəcəksiniz, həm də datanı yükləyəcəksiniz. Onları yükləyəndən sonra açırsınız Play Marketi. Buradan axtarış yerinə basırsınız, yazırsınız Zarxiver. Zarxiver. Bu proqramı yüklüyorsunuz telefona. Bunu yükləyəndən sonra aç düyməsini basırsınız. Və burada sizə müəyyən icazələr istəyəcək. O icazələr verəndən sonra düşürsünüz Dovland bölməsinə. Bax, yazılıbdır Dovland. Bu Dovland bölməsinə girirsiniz. Buradan ilk öncə emulatoru tapırsınız. Bax, yazılıbdır Game Hub emulyator. Bunun üzərinə basırsınız. Buradan indirə basırsınız. Sizdə burada yüklə verəcək, məndə güncələmə verdi. Buradan yüklüyürsünüz ilk öncə emulatoru telefona. Bu yüklənəndən sonra qayıdırsınız yenə Zarxiverə. Sonra da buradan bax görürsünüz yazılıbdır GTA 4 by Ruzuhax. Bunu tapırsınız buradan. Bunun üzərinə basırsınız. Bax burada görürsünüz yazılıbdır klasoru çıxart, arxiv name. Bax bunun üzərinə basırsınız. Bax burada sizdən bir şifrə istəyəcəkdir. Bax bu şifrəni videoda göstərmişəm. Şifrə 8 rəqəmli bir şifrədir və orada görəcəksiniz qırıq-qırıq xəttlər gedir. Və videonun müəyyən dəqiqələrində, saniyələrində, məsələn 1-ci dəqiqədə, 3-cü dəqiqədə, 5-ci dəqiqədə və ya da 20-ci saniyədə bu rəqəmlər görsənir. O rəqəmləri toplayacaqsınız. Toplam 8 rəqəmdir və bura əlavə edəcəksiniz. Bax mən əlavə elədim və tamamı basacaqsınız və gözləyəcəksiniz ki bu 100%, yəni bu şeyləsində belə deyək, zipdən çıxsın. Və telefonunuzun yaddaşında heç olmasa bir 20 GB yer eləyin. Yəni bu fail özü 8 GB-dır. 8 GB-da çıxışı 20 GB. Baxın, arşiv başarıyla çıxarıldıqdan sonra gedirik Game Hub-a. Girirsiniz emulyatora. Emulatoru açırsınız. Buradan Agre'ye bastınız. Buradan görəcəksiniz, bu işarə var. Bu quşunu türkün məsələ qoyursunuz. Buradan da Google seçirsiniz. Google seçəndən sonra buradan hər hansısa bir Gmail seçirsiniz. Yəni telefonunuzun yaddaşında hansı Gmail varsa onu seçirsiniz. Və gözləyirik ki, indi emulyator açılsın. Emulyator açılandan sonra burada görürsünüz yuxarıda My sözü yazılır. Bu My sözünə tıklayırsınız, My. Burada açılsın. Buradan görürsünüz ən axırdakına gedirsiniz, ən axırı. Bax Import Games. Bura basırsınız. Buradan PG Games-ə basırsınız. Buradan lazım olan icazəni verirsiniz, çıxdınız geri. Və buradan da tapırsınız Dovland bölməsini. Bax Dovlandı tapdınız. Buradan da tapırsınız bax GTA 4 by Ruzuhax. Bunun da üzərinə basırsınız. Buradan yenə üzərinə bassınız, bir də bassınız. Buradan da ikincisini seçirsiniz. Bax GTA 4 EXE. Bunun da üzərinə bastınız. Buradan Confirm'i bastınız. Və ondan sonra oyuna giriş eləmirsiniz. Bax burada görürsünüz 3 dənə nöqtə var. 3 dənə. Bax onun üzərinə basırsınız. Buradan PG Game Setting var. Ora basırsınız. Burada düşürsünüz aşağı və görürsünüz 1280 720 yazılıbdır. Bunun üzərinə basırsınız. Bunu eləyəsiniz 854-ün 480-a. Sonra burada görürsünüz bax compatibility var bax buna. Bu ikincisine basırsınız buna. Buradan bax transpation params. Bax buna bastınız. Buradan ekstreme basırsınız. Ekstrem eləyirsiniz bunu. Çıxırsınız geri. Sonra düşürsünüz aşağı. Burada deyən görə nə var idi? VK versiyon. Bunun üzerine basırsınız. Buradan qalxırsınız yuxarı. Məndə məsələn telefonum Mali'dir. Bax bunu da sizə göstərim. Bax buradan yenə açırsınız Play Marketi. Bura yazırsınız Kupu Z. Bunu verirsiniz axtarışa. Bax bu balaca proqramı yüklüyorsunuz telefona. Bunu yükləyəndən sonra aç düyməsini basırsınız. Bax burada görürsünüz yazılıbdır. Bax Kupu renderer. Bax məndə məsələn Mali'dir. Sizdə Adreno Power eyni zamanda Mali ola bilər. Ona görə driverlər fərqlidir. Mən məsələn Mali'ni qoyacağam. Adreno ilə
Power'i siz özünüz internetdə baxarsınız ki, siz hansı driveri seçməlisiniz. Mən onu açıq bilmirəm hansı driver seçilməlidir. Siz onu gərək internetdən özünüz baxasınız. Baxın, məndə Mali'dir, mən Mali'ni seçəcəm. Amma deyəsən Power'də deyəsən asıyınıcıdır, deyəsən. Tam dəqiq bilmirəm, amma deyəsən o olmalıdır. Məsələn, mən Mali'ni seçdim. Çıxıram buradan geri. Burada başqa işini əl dəymirirsiniz və çıxırsınız geri bir də. Bir də çıxdınız geri. Burada artıq oyunu başlatırsınız və gözlüksüz burada burada göstərir 463 MB-lıq fayl yüklənməlidir. Gözləyin bu da yüklənsin. Gördüyünüz kimi oyun özü açılmağa gedir. Yəni launch game yazıldı. Burada gəlməlidir oyun. Gördüyünüz kimi yazılar yazıldı. İndi yazılar hərəkət edəcək və oyun açılmağa doğru gedəcək. Grafik ayarlarını səsini kəsək. Buradan Graphics'e girib buradan ayarları özünüz dəyişə bilərsiniz. Əgər telefonunuz zəif bir markadırsa, buradan medium, low eləyin hamısını. Əgər güclüdürsə, buradan artır və yaxud da azalda bilərsiniz. Bir də sizə göstərim, burada butonları necə yer dəyişmə eləyə bilərsiniz. Buradan geri tuşuna basırsınız, geri tuşuna. Burada görəcəksiniz, deyəm. Switch Touch Control Layout var, orada bastınız. Buradan da More Layouts var, orada basırsınız. Buradan düşürsünüz aşağı və görürsünüz, burada yazılıb Editor. Default kontroldan birincisi Editor, ona basırsınız. Buradan butonları istədiyiniz yeri dəyişə bilərsiniz. Nə, hara siz qoya bilərsiniz. Bu R-tı, qoy bunları çəkim yuxarı. Bu R-tı qazdır, bu L-tı geriyədir. Bu R-bu da bildiyim qədərilə şey olmalıdır, tormuz olmalıdır, yəni ruchnoy. Buradan istəsəz əlavə butonda əlavə edə bilərsiniz. Burada plus'a basırsınız. Buradan ayar işarəsinə basırsınız. Bunun keyboard, bunun da qabağına məsələn qoyursunuz left, sola. Buradan da işarəsini seçirsiniz. Gördünüz? Sonra təkrardan bir dənə də buradan bastınız. Buradan siz böyüdə də bilərsiniz butonu. Bunu da eləyək right, yəni sağa. Bunu da eləyək sağ işarə. Bunu da yenə buradan böyüdək. Belə istədiyiniz kimi yığa bilərsiniz. Bunu bir balacalaşdıraq. Bunları da istəsəz yenə dəyişə bilərsiniz istədiyiniz kimi. Məsələn, bunu yumru qoyursunuz. Buradan da yəni qaz. Qabağa yenə böyütdünüz. Bunu da geriyə böyütdünüz. Geri tuşuna qoydunuz. Plus'da yumru. Circilə. İndi hələ ki girək oyuna. Bunu da geri tuşuna basırsınız. Buradan save'e basırsınız. Burada nəsə bir ad yazırsınız. Hemen tələ belə bir şey yazacağım. Buradan confirm. Sonra da buradan bax görürsən dıdıdı. Bax apply verirsiniz. Hemen butonu seçirsiniz. İşte buradan da çıxdınız daha geri. Buradan OK verdiniz. Aynen. İşte. Gördüyünüz kimi daha sürmək olur. İndi birinci şey şəhər qaranlıq olur. Məndə məsələn 30 FPS-də verir. Sizdə orada içində fərqli ayarlar var. İndi onu da ayarlarda növbəti videoda çəkib göstərəcəm sizlərə ki, daha yaxşı, ən yaxşı ayarlar hansılardır. Hələ ki videomuz bu qədər idi dostlar. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.